Salam uşaqlar, yeni əlavə olunmuş çalışmalar, həndəsənin əsas anlayışları. Söhbət qonşu bucaqlardan gedir. Bilirik, qonşu bucaqların cəmi 180 dərəcədir. Sadəcə burada nisbətdə verib. Biz də bilirik ki, mütənasiblik əmsalı K-dır. Onda 3A üstəgəl 2K üstəgəl 3A üstəgəl 4K bərabərdir 180 dərəcə yazsaq. Onda bunu sadələşdirəndə gəlin K-nın mötərizə xaricine çıxardaq. 3A üstəgəl 2 üstəgəl 3A üstəgəl 4 bərabər 180-ə 6A üstəgəl 6 vur K bərabər 180-ə K bərabərdir 180 bölünsün 6 vurulsun A plus 1-ə. İxtisar eləsək K bərabərdir 30 bölünsün A plus 1-ə. Şərtdə diqqətlə baxın, natural ədədlər istəyir. Bu bucaqların dərəcə ölçüsü natural ədədlər. Natural olması üçün 30-un bölənləri. Deməli, 30-un bölənlərini yazaq. 1, 2, 3, 5, 6, 10, 15 və 30. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Amma mütləq uşaqlar, mütləq yoxlamalıyıq. Nida qoyuram ki, hər şərti yoxlayın. K-nın, deməli 30-un 1-ə bölünməsi üçün A 0 olmalıdır. A-nın ala biləcəyi natural dediyinə görə A bərabər 0-ı da götürmürük, çünki natural istəyir. Deməli, 2 olması üçün A-ya 1 qoyuruq, 3 olması üçün A-ya 2 qoyuruq, 30-u 5-ə bölmək üçün A-ya 4 qoyuruq, 6-ya bölmək üçün 5 qoyuruq, 10-a bölmək üçün 9, 15-ə bölmək üçün 14, 30-a bölmək üçün A-nın yerinə 29. Onda 1, 2, 3, 4, 5, 6, 7 hal əmələ gəlir. Deməli, cavab 7 ədəd ola bilər. A-nın ala biləcəyi natural qiymət sayı 7 dənədir. Mütləq yoxlayırıq uşaqlar.